Salam aleyküm izləyicilər. Düz 11 gündür ki aranızda yox idim. Yəni 11 gündür ki video gəlmirdi. Həyatdır, həyata hər şey baş verə bilər. İnsanın başına iş gələr, kişinin başına iş gələr. Əsas odur hələ də YouTube-da və videolar çəkməyə davam edirəm. İndən sonra inşallah çalışacağam ki 2 gündən bir, 3 gündən bir videolar gəlsin. Əslində dünən bu videonu çəkmişdim. Sadəcə səhər-səhər montaj eləmək istəyəndə baxdım ki kart məlumatları silinib də. Bilmirəm nə baş verdi. Ya əlim dəyib kamerada, ya nəsə olub, yəni kart məlumatları silindi. Ona görə bugün bu videonu təzən çəkirəm. Bugün reaksiya bildirəcəyimiz mövzu Hilal Əlizadə videoları part 2. Yəni part 1-ə çox böyük maraq oldu deyə əzizcə part 2-ni çəkməli oldum. Deməli, keç dedək videomuza. Salam. Aleyküm salam. Necəsən? Çox sağ ol. Sən necəsən? Boyun neçədir sənin? Dəflisi nədir ki? Sən özün güya neçə kilosan? Nə qədər qazanırsan? Yemək boyum da olsa 1.50 neysə. Bilirsən, evin var, təmizlik eləyə bilirsən. Maşının neçəyədir? Həyatında neçə nəfər olur? Niyə? Kiminlə? Nə qədər? Neçəyə? Valideynlərinlə yaşayırsan? Bir dəqiqə, bu nə giz-giz suallardır? Kart nə olacaq, yoxsa nağd? Kartla, düş aşağı. Hamınız eyni sizdə deyirəm. Əziz taksi şoferləri, kart olsa, nağd olsun, əsas olsa soğan olsun, mən də gizlədim. Xlor var, xlor, mebel yağı, kislata, xlor. Da qəlbimə səhər saat getdirin, ağın qırırsan, heyvan. Oha, ağır söhbət. Malina var, malina, moruq, çələk, malina. Bu deyəsən məzə axtarır, prikritsiyeni axtarır. Sən şüyd. Şüyd. Mən özüm asardım bu sözə görə. İnsanlıq var, insanlıq, şərəf, ləyaqət və insanlıq. Gözdə düşürəm. Deməli sizə bu lazım idi, elə deyilmi? Ehtiyacınız budur. Mənə gic-giz danışsan, düşürəm səni eləməyə. Zor dedi, içdən dedi konkret. Əlizadə, Allah şah verdiyev, Əskəri Gəncə, milli ordu. 2012. Əziz, yəni əskərdə niyə iminlə familiyalarla yadda qalırdı insanların? Çatmırdı. Mən qəribə, əskərdə olmamışam. Yadıma gəlir sənlə çastın qabağında kalbasa çörək alıb yeyirdi. Hə, yadımdadır. Sən yanındadır biz cavan əskərlərə necə zülm verirdik. Yadımdadır. Bəs yadımdadır bir dəfə sən girdin komandirin otağına 1-2 saatlıq. Sonra komandiri çıxdı məndən telefon aldı. Sən yanındadır, sənə çıxartdılar bayram aladı o əskər idi. İt balası kimi döydülər, ağladın orada. Ağladın? Sən səhv salırsan, mən heç ağlayana oxşuyuram, mən dördüm. Ola bilər səhv salma. Bəs sən yadıma gəlir, zamparit gəlir, şillən qoydu ağzının Amma üstünə. bir dəqiqə Söhbət dayan, başqa sən yerlərə yadındadır, gedir. sən Məmmədovla tutdular hamamda. Allah, hə, yadıma düşdü ağlamağı, maladoyçuluqda. Mən də deyəcək, yadıma düşdü. Neysə. Məmmədovu deyirəm. Oldu, şad oldum əzizim, sağ ol, sağ ol. Aha. Ayda, həkim yoxdur, kömək edin, ayda. Səbir ol. Mənim telefonum anı ye. Kapat telefon. Balansım yoxdur. Allah, nə qədər nağd pulun var sən? Bu qədər Oha. nağd pulu MP-də saxlasaydın, indi rahat mobil operator ödənişi eləyib həkim çağırardı. Azərbaycanlı olduğunu demədən görsən. Yəni bu bəzi Azərbaycanlılardan söhbət gedir. Təbii ki də bizim xalq kömək eləməyi sevən xalqdır. Yəni Yaponlar kimi deyil, Çinlilər kimi deyil. Yolda biri yıxıldı. Yəni üstündən maşın keçdi, tramvay keçdi. Yəni bizimkilər həqiqətən kömək eləməyi sevən xalqdır. Kömək elə mənə. 8 il sonra. Ay Allah, 8 ildir bir dənə həkim keçmir burada. Tanıdın məni? Sən. Mən səndən götürdüyüm pulla getdim 8 il təhsil aldım. Məzələm Hipokrat ha. andı içdim ki, Yaxşı, gəlim yaxşı sənə olar. kömək eləyim. Nə yaxşı ki qayıtdın, çox sağ ol. Kömək elə mənə. Mənə elə gəlir ki, 8 sizin ildə orada qalıb problemləriniz çürüməyib hamısı də. uşaqlıqdan Yox, qaynaqlanır. Ha, sən 8 il nə oxumsan? Psixoloq. Nədir, neysə səhv oxucu. Ay qardaş, qardaş. Bura nə keyfin yoxdur. Allah heç nə işdə sakraşin yer, mənə də maaşımı Ben yedim. Allah azaldıblar. o nədir ki, sənin başın xərabdır. Mən işdən qovdular, plus töhmət yazdılar. güya İndi təsəlli bir il verir vapşı də. işləyə bilmirəm. Sən deyən daha səndə də görürsən qızla da dalaşmışam. Astreniyam yoxdur sənin. O dalaşmışam nədir? Mən vapşı Yox, köhnə haqqı sevgilimdən bəsdir ayrıldım. də. Götürdü özü mənə şantaj elədi. Bu yaxınlarda məhkəmə olmalıdır. Onun üstündən də Məhkəmə. qohumluğa gəldilər. Bir külfət, hamısı vurdular, it balası kimi mənə döydülər. Ay o 5 köpüyü soxmalısan sən hər dəfə. Deyirəm günüm xoş keçib, deyirsən mənim günüm lap zor keçib. Deyirəm dərdim var, deyirsən mənim də. dərdim daha böyükdür. Mən əslində bilirəm bu hardan gəlir. Biz həmişə müqayisə ediblər. Filan kəsin oğlu yaxşı yerdə işləyir, filan kəsin qızı yaxşı universitetdə oxuyur. Bax ailəmizdir bizi incidən. O incitmək nədir? Dəlisən sən. Mənim uşaqlıqda bir dəfə məni zorlayır. Neysə. Allah şəfa versin. Nə oldu? Abi şamxal yoxdur.
ha. Barmağın qırıb gələ bilmirəm. Yazıq can yetim. Nə olub ya bura? Ha bu şamxal var ya. Barmağını kəsib bəzədib istəyir. Vay, vay, vay. Nə oldu bura? Mənə də düyündə. Bura şamxal yıxılıb, qolu qırılıb, kəsiblər bunu xəstəxanada. Oha. Birinin üstünə 5-ni qoyan tiplər bunlardı da konkret. Vay yazım uşaq. Nə olub bura? Nə məsələdir? Allah bura şamxalın yanında raket partlayıb cırıq-cırıq olub qan içindədir yazım uşaq. Bura nə olub? Nə məsələdir? Allah şamxal yoxdur. Hə. O heç nədə onun arvadı gezir. Söz yox. Həqiqətən indiki dövrdə belə insanlar var ha. Necə də atam, xoşuma gəldi yemək. Ayma, qoy bir tikə yeyim, sənə deyəcəm. Yaxşı, başıma dönərəm, bağışla, Can bağışla. can. Necə də xoşuma gəldi, duzu necə, dadı necədir? Ayman, qurban olum, qoy bir tikə yeyim, dadına baxım, sənə deyəcəm də necədir, yaxşı. Allah məni öldürsün. Mənim özümdədir günah ki, sizin kimi naşükürlərə yemək bişirirəm. Aviasiyal sazdan bilet alıb çıxıb gedərəm bu ölkədən, onu da qədrimi bilərsiniz. Yaxşı qutardıq abad. Necədir? Hə, bir dənə deyəmirsən, çox yaxşıdır, çox əladır. Anadır da, ana mahnısı, ana muğamı gəlsin. Hüseyin mənim, salam aleyküm. Salam. Bu dəqiqə Keçin əyləşin. Hüseyin mənim, mən işdən çıxmaq istəyirəm və onu demək istəyirəm ki, bu dəfə məni işdə saxlamağa cürət etməyəsiniz. Problem yoxdur, ərzənizi Mənim verin, keyfi imzalayım. yoxdur, yetimin. Gələcək işlərinizdə sizə müvəffəqiyyətlər arzulayıram. Niyə keyfiniz yoxdur Hüseyin mənim? Sizi birinci dəfə deyə belə görürəm. Hilal bəy uzatmayaq, ərzəni verin, imzalayım, uğurlarsınız. Bəlkə sizin xoşladığınız kimi deyim 2. Hilal bəy, elə bilirsiniz ki, müdür olmaq asandır. Nə olsun ki, mən ayıma 100 minlərlə pul qazanıram, nə olsun ki, mən 5 dənə xanım saxlayıram, nə olsun hər ay maşın dəyişirəm, nə olsun ki, hər həftə mən aviasiyal sazdan ucuz bilet alıb xaricə istirahətə gedirəm. Amma xoşbəxtlik bunda deyil. Mən ailəmə vaxt ayıram. Can müdürüm, ay müdürüm. Hüseyin mənim, çox üzr istəyirəm, siz evli deyilsiniz axı. Çox təəssüflə bildirmək istəyirəm ki, sizin kimi hiss edirəm. diqqətli, professional, qayğıkeş, empatiyası yüksək səviyyədə olan bir Çox əməkdaşla ehtiraslı yollarıma danışır, ayrılma məcburiyyəti məni pərişan edir. Hilal bəy, mən qaydasında deyiləm. Hüseyin mənim, niyə axı? Nə üçün? Allahsındır! Gülməliydi. Ha, saxla bir dənə qoduq. Mənlə sən ala! Allah xiyarsan sən. Başa düşmədim. İstəyirsən başa salım nə üçün belə bərkdən mahnıya qulaq asırsan. Nəyə görə? Çünki səndə diqqət çatışmamazlığı var. Ay lom. Bəli. Sən başa düşürsən ki, nə bacarığınla, nə vitfasonundan, nə də ağlından insanların diqqətini cəlb eləyə bilmərsən. Ona görə belə Düzdür. səviyyəsiz üsullara əl atırsan. Səviyyəsi niyə olur ki? Allah səviyyəsizsən də ay eşşey, sən başa düşmürsən ki, ətrafdan O, hamilə əlində qadın tikə keçir, çıxır, qoca nə kişi zor keçir, deyir, kimsə öz evində yatır, kimsə ürəyi xəstəsidir. Sən də bu bayağı mahnılarla onları narahat edirsən. Ay baram. Düz deyirsən qardaş. Razıyam səndən. Necə belə tez razılaşdın? Bunları mənə belə izahlı başa salan olmayıb. da. Çox sağ ol. Xoş oldu. Əzizcə bir də görürsən məscid ətrafından keçəndə, görürsən ki, məsələn bir də 07-də bir qaqaş gəlir, düz məscidin qabağına. Mahnını da polnuxa da qoyub acığa elə bir gedir də. Deyirsən sənin nəysə çıxıb deyək ki, nəyinə lazımdır. Ona görə iç səsimizi konkret Hilal Əlizadə dedi. Oğulsan öpürəm səni. Gərək yüngül dedim, biraz ağır deyərdi. Qaqam istirahət deyil. Amma bu da dəlidir. Noyabr ayında kim qalır? Başqalarının işinə qarışmaq yaxşı bir iş deyil oğul bala. Əmican, siz məni necə eşitdiniz? Yəqin hansısa tərəvəz növdə yayda əkmişdin də cicərib. Dəniz, bu torpaq, bu meh mənim bir parçam olduğuna görə mən hər şeyi hiss edirəm. Sən onun başını burax oğul bala. Bir həftədir səni burada görürəm. Nə olub? Dərdin var? Qızdan ayrılmışam. Ona görə bura gəldim. Mən səni başa düşürəm. Sevgi şirin şeydir. Doğrudan siz də sevmisiniz nə vaxtsa. Əlbəttə. Mən də bir hündür boy, əsmər, yaşıl göz bir qız sevirdim. Özdə ailəsi çox imkanlı. sevmişəm və ondan Atası mənə dedi ki, ya mənim qızım, Aha. ya da ki qarğıdalı. Mən də gördüyün kimi Qarğıdalını seçdim. Əmican, yəqin ki mənim təcrübəm çatmır, amma mən əminəm ki, sənin bu seçimin arxasında böyük bir məna var. Nə olar, xahiş edirəm o mənlə bölüş. Niyə sırf qarğıdalını seçdin? Əminin ağzına Vay! Mark, kimdir burada? Toyda marş. Mən. Çıx bayra.
Allah mənə bayra çıxartdı, 1000 manat pul verdi sənə. Kəs mənə də çağırardı. Ha! Aras kimdir burada? Nə? Çıx bayra. Allah, çıxartdı mənə bayra, 2000 pul verdi. Başı xarab. Ulan kim yolumu mən değiştirəm, mənə də versin. Onu bu. Ha! Yusuf, Elbrus kimdir burada? Mənəm Elbrus. Çıxardıq bizə bir 4-5 min versəydi. Mələklər sirdaşı. Ağsaqqal çox üzr istəyirəm. Yeriyən atalar Siz sözü buna şairsiniz. deyirlər. Yox oğul. Mən atalar sözü fikirləşən adamam. Oyda, mən heç bilmirdim sizin kimi adam var. Əslində biz böyük bir camiyə idik. Amma çox təəssüf ki, mən bu camiyənin ən son və ən gənc nümayəndəsi qalmışam. Ağsaqqal, bu dəqiqə cəmaatın sizə ehtiyacı var. Gəlin siz çəkək internetdə paylaşaq. Çünki bu dəqiqə internetdə cins azlığı təbliğ edənlər, sırğa taxanlar, söyüş söyənlər, Sözüm gəzər dil. Bu da ki, Hilal Əlizade'nin olmasın, onu izləyənlər atalar sözü izləyəndir. Temalda qaqam. Lərdə qorxmaram mən illərdə. Oyda, pizdes. Dəhşət. Gəlin siz videoyu çəkək də. Ehtiyac yoxdur. Görürəm idmançı oğlansan. Özünə bax. Baxılmayan balığın kürüsü də laxı var. Ağsaqqal, mən heç vaxt belə sözlər eşitməmişəm. Siz necə ağıllısınız? Qurban olum, xahiş edirəm siz internetdə. Dedim axı yox. Onda sizdən bir dənə axırıncı xahişim var. Mənim üçün xüsusi, fərdi belə bir dənə atalar sözü fikirləşə bilərsiniz. Yaxşı. Adın nədir oğul? Hilal, Nə işlə məşğulsan? TikTokerəm. Oha. Boyun neçədir? 1.90. Yoxsa? Əzizlər, deməli belə videonun davamını gəlməyi istəyirsinizsə, zəhmət olmasa kanalıma abunə olmağı unutmayın, xahiş edirəm. Kanalıma dəstək olun. Neçə vaxtdır ki, yerində yatır. Yerimizdə pıskavatlayırıq, rusların olmasın. Yəni 5000 olmaq lazım. 2 aydır ki, 3300-də fırlanıram. Yəni bu zəiflik nədən qaynaqlanır? Yəni əvvəllər videolarını kəşf edib dağıdırdı. Yəni belə cizin yoxdur, bu cığaltılıqdır. Yəni mən konkret oynamayacağım indən sonra zarafat edirəm. Çalışacağım ki, günə bir videolar gəlsin. Zəhmət olmasa bildirimləri də açıq qoymağı unutmayın. Hələlik gələn görüşənədir.